Naxçıvan Muxtar Respublikasının ölkənin əsas hissəsi ilə birbaşa bağlantısının təmin olunması makroiqtisadi hədəflər sırasında xüsusi yer tutur. Yeni nəqliyyat layihələri Muxtar Respublikanın iqtisadi inteqrasiyasını sürətləndirməyi hədəfləyir. Azərbaycan Respublikasının ərazisinin əsas hissəsi ilə ona bağlı olan Naxçıvan Muxtar Respublikasının birləşməsi Muxtar Respublika iqtisadiyyatının Azərbaycan Respublikasının milli iqtisadiyyatına tam əsasla inteqrasiya olunması məsələləri makroiqtisadi hədəflərin, makroiqtisadi prioritetlərin əsas qayəsini təşkil edir. Təbii ki, burada nələr nəzərdə tutulur? Birinci, infrastruktur təsisatlarının genişləndirilməsi, inkişaf etdirilməsi, etibarlı zəruri infrastruktur təsisatlarının qurulması. Burada təbii ki, Zəngəzur dəhlizinin istismara verilməsindən sonraki mərhələlərdə Azərbaycan Respublikasının ərazisinin əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına istiqamətlənəcək marşrutların alternativliyinin təmin olunması. Yəni, Muxtar Respublika iqtisadiyyatının Azərbaycan Respublikasının milli iqtisadiyyatına həm inteqrasiyası, həm də əlçatanlığının daha da etibarlılığının təmin olunması ən mühüm günümüzün reallıqlarından birini təşkil edir. Yeni alternativlər həm məsafəni, həm də vaxt itkisini minimuma endirəcək. Burada alternativlik nədən ibarət olacaq? Hər şeydən əvvəl, təbii ki, Ağbənd qəsəbəsindən inşa olunacaq körpü imkan verəcək ki, birinci Ermənistan üzərindən Azərbaycan Respublikasının ərazisinin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasına istiqamətlənən marşrut xətti təmin olunsun. Digəri isə birinci Zəngəzur dəhlizi vasitəsilə mümkün olacaq. Digəri isə Ağbənd qəsəbəsindən inşa olunacaq körpü üzərindən alternativ bir vasitə kimi istifadə olunacaq. Bu isə 45-50 kilometrlik bir məsafəni təmin etməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasının ərazisinin əsas hissəsinə olan əlçatanlıq və vaxt itkisi aradan qaldırılacaq. Zəngəzur və Araz dəhlizləri təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan yeni imkanlar açır. Zəngəzur dəhlizi ilə yanaşı Araz dəhlizinin işə salınması regionda faydalı əməkdaşlıq əmsalını artırır. Yəni, həm İran, həm Ermənistan tranzitin artırılması, regional inteqrasiyanın gücləndirilməsi və beynəlxalq qlobal nəqliyyat logistika marşrutlarına qoşulması üçün daha əlverişli şərtlər təklif edirlər. Bu, hər iki marşrut rəqabəti əməkdaşlığa çevirmə imkanı verir. İkincisi isə Azərbaycanın manevr imkanları artır. Yəni, Azərbaycan hər hansı bir marşrutdan asılı vəziyyətə düşmür. Əksində hər iki marşrutu idarə edən dispetçer statusuna yüksəlir. Yeni nəqliyyat layihələri Cənubi Qafqazda uzunmüddətli sülh və iqtisadi sabitlik üçün də əsas yaradır. Region münaqişə zonasından əməkdaşlıq məkanına çevrilir. Bu ümumilikdə bütün Cənubi Qafqazın indiki geosiyasi mənzərəsini dəyişir. Cənubi Qafqaz münaqişələr və potensial müharibələr bölgəsindən əməkdaşlıq bölgəsinə keçir. Və həmçinin Cənubi Qafqaz ölkələrinin də geosiyasi statusunu artırır. Azərbaycanın qovşaq statusu güclənir, Ermənistan isə nəqliyyat dalanından çıxır və faktiki olaraq dünya ilə alternativ və əlverişli bağlantı qurmaq imkanları əldə edir və o cümlədən Azərbaycanla ticarətin bərpası, iqtisadi əməkdaşlıq Ermənistan iqtisadiyyatını da gücləndirir və onu xarici təsirlərdən asılılığını azaldır. Ekspertlərin fikrincə, Zəngəzur və Araz dəhlizləri Azərbaycanın iqtisadi və diplomatik mövqelərini daha da möhkəmləndirir. Bu layihələr regionda sülhün, əməkdaşlığın və dayanıqlı inkişafın əsas dayaqlarından birinə çevrilir. Tərlan İbrahimova, Cavad Hüseynov, Sura Bəşirova, NTV Xəbər.